Allahın ən gözəl hədiyyəsi ağıldır. Dostuna da, düşməninə də ədalət göstər. Həm də məqamında ölçü-biçi hissini itirmə. İmanın ən yuxarı mərtəbəsi ixlasdır. İnsanların ən necibi, ən gözəl əxlaqlısıdır. Sevgi ilə şəfqət, nəcabət və böyüklükdən gəlir. Ölmək, səfalət içində yaşamaqdan daha yaxşıdır. Ən yaxşı söz, doğru sözdür. Ürək, yaxşı insanlarla dost olmaqla sağlam qalır. Ağıllı düşməninə, cahil dostdan daha çox güvən. Dünyanın hilələrini bilən, onun vədlərinə aldanmaz. Sevgi müqəddəsdir. Vərdişlərin ən yaxşısı ədəbdir. Bağışlamağı bacaran, kübarlıq haqqını qazanmış olur. Namuslu olmaq ən gözəl sifətdir. Sağlamlıq nemətdir, qədrini bil. Ən yüksək dərəcə alimlərin dərəcəsidir. Bilmək qəlbin nurudur. Arif adam ehtiyacı olanlara dərman olur və müdrikliyi ilə fayda verir. Məsləhətlə şərəf yolunu axtaran doğru yol tapar. Çox danışmaq insanı bezdirir. Hər bir adamın baxışı təcrübəsi qədərdir. Bilmədiyin şey haqqında xəbər vermə. Dərrakə sahibi olmaq hünərdir. Cənnət xəyal ilə deyil, əməl ilə qazanılır. Sənə ümid bağlayanı ümidsiz qoyma. Sevgi, insafın təməli üzərində kök salır. Ata-anaya yaxşı münasibət ən böyük vəzifədir. Qonşuların alçaldan adam ucala bilməz. Uğur da bir səvabdır. Səy etməyən adam mərd sayılmaz. Yaşad olmaq ömrün azadlığını xatırladır. İnsan yaxşılığın köləsidir. Pislik özü ilə hər gün pislik gətirər. Ən böyük xoşbəxtlik sağlıq, salamatlıqdır. Həsəd kin doğurar. Xarici gözəllik üz gözəlliyidir. Mənəvi gözəllik xasiyyət gözəlliyidir. Hirs olan yerdə ədəb olmaz. Ən böyük uzaqlıq ürəklərin bir-birindən uzaq olmasıdır. Böyük insanlar kim bəsləməz. Əmanətə xəyanət edənlərə sirr açma. Gözəl xatirə həyatın bir parçasıdır. Güləriz olmaq sevgiyə yol açar. Yalancı adam utanmaz olar. Həya bütün yaxşılıqların açarıdır. Ucalamaq üçün təvazökar ol. Ciddilik nəcabətin əlamətidir. İnsan mülayim xasiyyətlə istəklərinə yetir. Bəzən sükut sözdən daha təsirlidir. Qənaət yoxsulluğu aradan qaldırar. Adam söz ilə deyil, hərəkəti ilə sınanır. İnsanlarla sülh içində yaşasan, həyatın rahat keçər. Bağışlanman üçün bağışla. Günahsız adam cürətli olur. Ən təmiz mal halal yolla qazanılan maldır. İşə yarayan azlıq fayda verməyən çoxluqdan daha yaxşıdır. İnsanlığın ən üstün xüsusiyyəti fədakarlıqdır. Kitablar müdriklərin bağçalarıdır. İdarə etmə siyasətdir.
ordu xalqın qalasıdır. Ən yaxşı əməl həqiqətə bağlıdır. Xasiyyətlərin ən pisi xəyanətkarlıqdır. Şübhə Allaha şərik qoşmağa yol açır. Ölçünü itirən səhv edər. Hər canlının bir dərdi var. Dünya bir yuxudur. Ona aldanmaq peşmançılıq gətirər. Yaxşı davranış daxili gözəlliyi göstərir. Kobudluq cahillikdir. Qeybət edəni dinləyənlər də onun ortağıdır. Həddini aşan zarafat ciddiyyəti bozar. Tərifdə ifrata varmaq təkəbbür yaradar və təriflənən adamı aldadar. Yəqinliyə sahib ol, güclənərsən. Fürsət külək kimi əsib keçir. Allah sizə bir nemət verirsə, şükr edin. Yaxşı insanlarla dostluq etmək bir nemətdir. Günah işlənərsə, özür dilə. Tədbirsizlik fəlakətə yol açar. Sülhdən böyük nəticə yoxdur. Zikr ruhun qidasıdır. Uca Allahdan başqa bütün güclülər zəifdir. İslamdan daha güclü bir sığınacaq yoxdur. Qurtuluş imana bağlıdır. Cənnət təmənna etməklə əldə edilə bilməz. Din və əməl ağıldan doğar. Təqva günahdan çəkinmək deməkdir. Əməlsiz elm meyvəsiz ağaca bənzir. Tövbə rahat qazandırar. Sadəcə öz günahlarından qorx. Ən böyük qüsur təkəbbürdür. Tamahkarlıq imanın pozulmasına səbəb olur. Zülm dəhşətli nəticələr verər. Hər sıxıntının bir çıxış yolu var. Əxlaqca qüsurlu olan öz qüsurun görməz. Yalan gözəlliyi pozar. Davadalaş pisliyin toxumudur. Dostlarını saymayanı düşmənləri əzər. Alçaq adamların xasiyyəti nankörlükdür. Axmaqlıq amansız bir xəstəlikdir. Cəhalət ən qəddar düşməndir. Dünya səni aldatmadı, özün aldandın. Ağıllı adam təcrübədən öyüd alar. Bəsirəti olmayanın biliyi olmaz. Allaha itaat etmək hər şeyin açarıdır. Mərdlik insanın bəzəyidir. Ağıllı adam yaxşılıq edərkən xəsislik etməz. İsraf bərəkəti qaçırar. Ac qalmaq minnət götürməkdən daha yaxşıdır. Səbr etmək qələbə, tələsmək təhlükədir. Zalıma qarşı məzluma köməkdir. Bədxərclik qədər böyük cəhalət yoxdur. Acizlik fəlakətə yol açarlar. Nemət bağışlamaqla artar. İslamda söyüşə yer yoxdur. Ən yaxşı hədiyyə minnətsiz edilən hədiyyədir. Hər işin əsası niyyətdir. Nəsihət qəlbə həyat verir. Yalanın axırı qınaq və peşmançılıqdır. İşi təxirə salmaq tənbəlliyə işarədir. İsrar edən usandırar. Səbr imanın meyvəsidir. Ən zərərli düşmən diqqətsizlikdir. İkiyüzlülük imanı pozar. Hər baxışda bir ibrət var. Haram çirkabdır. Nəfsinin ağası olan ucalar. Cəza günahın
özü qədərici olar. Batilə kömək edən uduzar. Ən zərərli şey Allaha şərik qoşmaqdır. Hər anda bir əcəl var. Ömür sayılı nəfəsdən ibarətdir. Uca Allahın insan övladına məzur görüb agah etdiyi yaş 60'dır. İnsanın ən güclü olduğu yaş 40'dır. Həqiqət budur ki, ömrün keçən qismi bitib tükənməz bir zamandır. Gələcək qismi bir ümiddən ibarətdir. İçində olduğun an isə çalışma zamanıdır. Sayılan hər şey əskilər. Həyatın acı və şirin yönləri var. Doğru danışmaq dilin etibarlı olmasıdır. Ən yaxşı söz doğru söz. Doğru danışan adam hörmət izzət görər və ucalıq qazanır. Doğruçuluq dinin və imanın əsasıdır. Doğru danışmaq xilas və nəcabətdir. Qorxsan da doğru danışmaqla xilas ola bilərsən. Doğruluğa və dürüstlüyə bağlı ol. Çünki bu xüsusiyyətlər yaxşı adamların xarakteridir. Ən uca şey doğruçuluqdur. Sözlərin ən gözəli doğru olanıdır. Sözü doğru ol. Sözlər düz olanda gözəl olur. Əsl dost səhv eləyəndə sənə xəbərdarlıq edən, olmadığın yerdə səni qoruyan adamdır. Səninlə necə dost olmalarını istəyirsənsə, sən də elə dost ol. Onda həm onlar sənə inanıb arxayın olarlar, həm də sən onlara inanıb arxayın olarsan. Dostluq köhnəldikcə sevgi artar. Sağ-salamat olmağını istəyirsənsə, cahil adamlarla dostluqdan uzaq ol. İnsanlarla elə səmimi və ürəkdən bağlı olun ki, öləndə sizi ağlasınlar. Onlardan uzaq olanda sizin üçün darıxsınlar. Pis adamlarla dostluq etmək, yaxşı adamlar haqqında pis düşünməyə səbəb olur. Yaxşı adamlarla yaxın dost olmaq insana şərəf gətirir. Dünya ilə bağlanan axirət üçün necə çalışsın? Dünya fani, axirət isə əbədidir. Dünya axirətin keçididir. Dünya keçib gedən bir gün və bitib qutaran bir ay kimidir. Dünya fəlakətlərlə doludur. O insanların qapısını döyüb dərd və faciələr gətirir. İnsanların hər birinin necə fərqli yaşadığını görmüsünüzmü? Biri ölür, ona ağlayırlar. O biri həyatda qalır, ona da baş sağlığı verirlər. Biri xəstə yatağında yatır, o biri ona ziyarətə gəlir. Bir başqası canının ayındadır. Kiminin əcəli yaxın olsa da, dünya işlərinin ardınca qaçır. Kimisi də ətrafı bəlalarla dolu olsa da, qəflət içində yaşayır. Və həyatı bu cür yaşayanlar, dünyadan keçib gedənlərin ardınca düşüb gedərlər. Dünyaya axirətdən daha çox bağlanan və dünya işlərinə axirət işlərindən daha çox əhəmiyyət verən adam, fani dünyaya axirətini satmış, əbədi məkanı müvəqqəti məkanla dəyişmiş, özünü yoxluğa tərk etmiş, ötəri şeylərə razı olmuş və doğru yoldan sapmışdır. Dünya öz yalanları ilə bəzəndi, bu bəzəklərlə də aldatdı. Dünya birinin əlində əbədi qalsaydı,
ona sahib olma növbəsi sizə gəlib çatmazdı. Könlündə ifrat şəkildə dünya sevgisi olan adamda bitib tükənməyən bir üzgünlük, öhdəsindən gələ bilməyəcəyi bir həsəd və əldə edə bilməyəcəyi bir arzu olur. Dünyanın hilələrini bilən adam onun vədlərini aldanmaz. Sizə nə olub ki, dünyada qazandığınız az bir şeyə sevinirsiniz? Ahirətdə itirdiyiniz bir çox şeyə isə kədərlənmisinizmi? Dünyada qazandıqlarına çox sevinmə, itirdiklərinə də dərd çəkmə. Ey dünyaya qulluq edənlər və onun üçün çalışanlar, gündüzləri alver edən, gecələri yatağında uzanıb yatan və bu arada ahirətdən xəbərsiz olub əməllərini təxirə salan. Sizlər nə zaman doğru yola gəlməyi fikirləşəcək, oru üçün azuqə hazırlayacaq və ahirəti düşünəcəksiniz. Dünyadan insana ahirət üçün xərclədiyindən başqa heç nə qalmaz. Ürək qəflət içində olarsa, gözlərin açıqlığı heç bir fayda verməz. İnsanın şəxsiyyəti ürəyi ilə dilinin bir olmağındadır. Belə bir adam dalaşarsa, ürəkdən dalaşır. Danışarsa, açıq-aydın danışır. Ən böyük uzaqlıq ürəklərin bir-birindən uzaq olmağıdır. Ürəklərin ən gözəli anlayıb duyan ürəkdir. Ürəkdə yuva salan ən pis şey xəyanətdir. Allah ürəyi saf qullarını nəzərdən salmaz. Can qulağı olmayan qəlb kardır. Allahdan qorxmayan qəlbdə, göz yaşı tökməyən gözdə və fayda verməyən elmdə xeyir olmaz. Müdriklik qəlbdə yetişib, dildə meyvə verən bir ağacdır. Mərdlik günahları silib aparar və qəlbləri sevgi ilə doldurar. Həddən artıq mal dövlət ürəyə qaranlıq gətirir və günahlara səbəb olur. Qəlb duymasa, qulağın eşitməsi fayda verməz. Uca Allah gözlə deyil, ürəklərin iman gücü ilə dərk edilir. Bütün sirlər Allahın yanında aşkardır. Uca Allahdan başqa bütün güclülər zəifdir. Allahla öz arana boynunda haqqı olan başqa birini buraxma. Allah bir qulunu bəyənirsə, onun qəlbini öz sevgisinə qərq edir. Allaha hörmət duyun. Onun qadağan etdiyi şeylərdən uzaq durun və onun sevdiklərini sevin. Allaha inanan ona sığınır. Allaha dilək diləməklə, insanlara isə dilək diləməməklə yaxınlaşa bilərsən. İnsanların ən çox biləni Allahdan ən çox istək istəyənidir. Allahdan bağışlanma, sağlıq, salamatlıq və uğur diləyin. Yalnız Allahdan istək istəyin.
Çünki o sizə bir şey bağışlayırsa, ehsan etmiş olur. İstədiyinizi etməmişsə, bunu sizin yaxşılığınız üçün etmiş olur. Allahın ucaltdığı adamı heç kəs alçalda bilməz. Allah bəzi insanları dünya neymətləri ilə imtihana çəkir. Ən işıqlı yol İslamdır. İslam Allaha təslim olmaq deməkdir. Allaha təslim olmaq bir şeyi ən yaxşı bilməyin özüdür. Bir şeyi yaxşı bilmək təsdiq etməkdir. Təsdiq etmək isə iqrardır. İqrar, əda etmək isə əməldir. Müsəlman ola bilmək üçün özünə istədiyin hər şeyi başqaları üçün də istə. İslamdan daha güclü bir sığınacaq yoxdur. Dürüstlük İslamın dirəyi və imanın təməlidir. İslamın imana, imanın isə bir şeyi yaxşı bilməyə və ixlasa ehtiyacı var. Dindarlıq xoşbəxtlikdir. Din, nur və aydınlıq, inam isə xoşbəxtlik. Din insanı qadağan olan şeylərdən uzaq tutur. Din ən gözəl dayaqdır. Din ancaq ağılla bütövləşir. Din və ədəb ağıldan doğar. Üç şey dini tamamlayır: İxlas, inam və qənaət. Hər hansı bir adamın dini 6 şeylə ölçülür: din gücü, inam həqiqiliyi, təqva gücü, arzularına qalib gəlmək, ifrat istəkdə olmamaq və istədiyinin ölçü biçisini bilmək. Əsil ibadət bir adamın təkcə Allaha ümid bağlaması və günahdan çəkinməsi deməkdir. Xoşbəxtliyin əldə edilməsi ibadətin davam etməsi ilə əlaqədardır. Böyüklərin fəziləti və üstünlüyü ibadətin gözəlliyi ilə əlaqədardır. Allaha yaxın olmağın bir şərti də günahlardan təmizlənməkdir. Günahlarına məğlub olan adam uğurlu ola bilməz. Sənə günah qazandıracaq bir şeyə israr etmə. Günah işlətmək adamı alçaldır. Şübhəsiz, günahkarlar zülm edənlərdir. Gücünü çatdığı qədər günahkarlardan uzaq durun. Günah edənlərdən ayrılmaq qənimətdir. Ən böyük qəbahət günah etmək hesabına xoşbəxt olmaqdır. Sadəcə öz günahlarından qorx. Mərdlik insanın bəzəyidir. Mərdlik peyğəmbərlərin xasiyyətidir. Mərdlik səmimiyyət doğurur. Mərdlik qüsurları örtür. Mərdlik tərif qazandırır. Mərdlik xoşbəxtliyin bir parçasıdır. Mərdlik öz malını bağışlaya bilmək, başqalarının malından çəkinmək deməkdir. Mərdlik ağlın meyvəsi, qənaət isə böyüklük işarəsidir.
İnsanların ən xeyirlisi varlı vəziyyətdə olanda mərd dayanıb şükr edən adamdır. Mərd olmağa çalış, çünki mərdlik ağlın meyvəsidir. Böyüklərin xasiyyəti mərdlik, qəzəbinə hakim olmaq, bağışlamaq və mülayimlikdir. Eyibləri örtən mərdlik və namusdur. Həddən artıq mərdlik dostları artırar, düşmənləri də yola gətirir. Ac qalmaq minnət götürməkdən daha yaxşıdır. Azuqən aclıq, ədəbin qənaət olsun. Aclıq təqvanın köməkçisidir. Acgözlük tamahdan doğur, tamah isə ən böyük qüsurdur. Çox yemək və çox yatmaq bədənə zərər verir və onu körlüyür. Aclıq pis vərdişləri tərk etmək üçün ən yaxşı bir köməkçidir. Haram qazancı əldə edən adam günah yükünün altına girmiş olur. Haram çirkabdır. Haramlardan uzaqlaşmaq müdriklərin qaydası və yaxşı adamların xasiyyətidir. Harama yaxınlaşmaqdan çəkin, çünki haram yemək günahkarların, bədxah adamların və yolundan azanların xasiyyətidir. Təqva sahibi olmaq istəyirsənsə, haramdan uzaq dur. Ən pis yemək haram yeməkdir. Ən pis qazanc haram qazancdır. Uca Allah haram şeyləri qadağan etməsəydi belə, ağıllı bir insanın onlardan uzaqlaşması lazımdır. Haram qazancı əldə edən bir adam boynuna günah yığmış olur. Haram yığmaq bədbəxtlikdir. Haramdan uzaq olmaq mərdliyin şərtlərindən biridir. Haramdan uzaq olan cənnəti qazanır. Nəfsinizlə daimə mücadilə edib, onu öz hökmünüz altına alın. Nəfsini özünlə başqası arasında bir ölçü, meyar et. Öz nəfsin üçün istədiyini o adam üçün də istə. Öz nəfsin üçün istəmədiyini onun üçün də istəmə. Sənə necə münasibət bəslənməsini istəyirsənsə, sən də ona elə münasibət bəslə. Zülmə məruz qalmaq istəmirsənsə, sən də zülm etmə. Ən güclü insan nəfsi qarşısında güclü olan adamdır. Nəfsinin ağası olan ucalar, nəfsinə əsir olan alçalar. Nəfsini tanıyan ondan mücadilə edər. Hökümdarların ən yaxşısı nəfsinə hökm edə biləndir. Ən yaxın düşmənin nəfsidir. Nəfsin üsyanına qarşı mücadilə edən adam Allahın huzurunda şəhid mərtəbəsindədir. Nəfsi ilə mübarizə aparmayan adam xoşbəxtliyə qovuşa bilməz. Nəfsi ilə mübarizə aparanların yeri cənnətdir. Nəfsi ilə mübarizə aparmaq böyüklük əlamətidir. Nəfslə mübarizə aparmaq müdrikliyi nişanəsidir. Ən yaxın şey əcəldir. Arzuların boş olduğu əcəl gələndə dərk edilir. Hər anda bir əcəl var. Gələcək olan hər şey yaxındır.
Saatların keçməsi ölüm anının yaxınlaşdığını bildirir. İnsanın aldığı hər nəfəs ölümə doğru atdığı bir addımdır. Möhtac olan birinə kömək etməyi sabaha saxlama, sabah sənin və ya onun başına nə gələcəyini bilməzsin. Əcəl görünsəydi, bütün arzular yox olardı. Ölüm ahirətin qapısıdır. Ölüm müvəqqəti dünyadan ayrılıb, əbədi dünyaya köç etmək deməkdir. Ölməzdən qabaq qəflətdən uyanmaq istəyən yoxmu? Təqvanın üstündə yaşayan hər kəs torpağın altında da yatacaqdır. Ölüm sevilməyən bir qonaq, istənilməyən bir məhvedici və məğlub olmayan bir rəqibdir. Ardında ölüm olduğu halda qəflət içində yaşayanlara heyrət edir. Ölümdə ya xoşbəxtlik, ya da peşmançılıq var. Ölümdə yaxşı adamlar üçün dinclik var. Ölümsüzlüyü satın almaq olsaydı, varlılar onu alardı. Yuxu dərdləri unutturur, ölüm isə yuxuya bənzəyir. Arzu və istəklərini nəzarət altına al. Qəlbində xalqa şəfqət və sevgi hissi oyandır. Onlarla yaxşı rəftar et. Allahın səni bağışlamağını istəyirsənsə, sən də xalqı bağışla. Bağışlayanda peşman olma. Cəzalandıranda sevinmə. Yaxşılıq etməyə tələsin. İnsanlara qarşı şəfqətli olun. İxlaslı olmağa çalışın. İşlərinizi düşünərək görün. İşinizi düz görün. Salam verməkdə qabağa düşün. İnsanlara qarşı təvazökar olun. Yaxşı adamlarla dostluq edin. Nemətlərə görə şükr edin. Həzrəti Əli və Əhl-i Beyt həyatları boyunca İslamiyyətin yayılması və insanların həyatına daxil olması, tətbiqi üçün cəfa çəkmiş və bu cəfadan da zövq almış mübarək insanlardır. O dövrün mövcud maddi və siyasi gücünü ələ keçirən, fəqət sağlam bir inam və iman sahibi olmayan Ümeyyə oğulları tayfasının mənsubları, mal, mülk, vəzifə, fani dünyanın mənfəəti uğrunda mübarizəyə qalxaraq, Həzrət Əlini və Əhl-i Beyti sıradan çıxarmağa çalışaraq, hər cür zülmə əl atmışdılar. Bu zülmlərə qarşı mücadilə edən Həzrət Əlinin və Əhl-i Beytin İslamiyyətin qorunması və inkişafından başqa heç bir istəkləri, təmənnaları olmamışdır. İnamı zəif və imanı kamil olmayan və hələ Həzrəti Məhəmməd zamanından təfriqə yaradan Ümeyyə oğulları qəbiləsinin mənsubları Həzrət Əliyə və Əhl-i Beytə edilən zülmləri görməzliyə vurmuş, yalan, hiylə, fəsad yolu ilə dargöz, avam insanları aldadaraq həqiqətdən uzaq tutmağa, diqqətlərini yayındırmağa çalışmışlar. Həzrət Əli və övladlarının bu zülmlərə qarşı mücadiləsi təbii olaraq İslamiyyətin kökünün daha da güclənməsini təmin edən mühüm amillərdən biri olmuşdur. Dəyərli dinləyicilərimiz, diqqətinizi bir məsələyə cəlb etmək istəyirik. İstəyirik ki, İslamiyyətin ilk illərində o dövrün bütün maddi və siyasi qüdrətini əlində cəmləşdirən
Ümeyyə oğullarını tərəzinin bir gözündə, həyatlarının mənası, məğzi İslam olan və öz ömür yolunda sadəcə həqiqətləri prinsip kimi mənimsəyən insanları tərəzinin o biri gözündə təsəvvür edib, onların həyatlarının nəticəsini, mahiyyətini nəzərinizdə canlandırasınız. O tarixdən 1400 ildən artıq bir zaman geçmişdir. O tarixdə qızıl dövrünü yaşayan zalimlar zaman keçdikcə unudulmağa və adları pislik, zəlalət, alçalıq rəmzi kimi xatırlanmağa məhkum edilmişdir. Heç təsadüfə deyildir ki, indiki dövrdə Müaviyə və Yəzid kimi insan adlarına demək olar ki, təsadüf edilmir. Hətta Yəzid, Müaviyə, şümür adları nifrət edilən ayrı-ayrı adamlara ünvanlanan söyüş, təhqir sözü kimi lüğətlərdə özünə yer almışdır. Bunun əksinə olaraq, müsəlmanların adlarının 20-25%-i İslamiyyətə həyatını qurban vermiş mübarək insanların Əli, Həsən, Hüseyin, Əbülfəzl, Zeynəb, Fatimə, Zeynəl-Abidin, Bağır, Cəfər, Kazım, Cavad, Rıza, Tağı, Nağı, Əsgər və Hadi kimi adlardır. Və bu adları daşımaq hər bir müsəlman üçün şərəfdir. Bu önəmli amil onu göstərir ki, məzlumun fəryadı uzun bir zaman ərzində zalimin zülmünə qalib gələrək onu məhvə məhkum etmişdir. Bu o deməkdir ki, edilən zülmlər üstündən keçən 1400 ildən artıq bir dövr ərzində zaman zalimin mahiyyətini ortaya qoymuş, onların adlarının rəzalət və alçalığın rəmzi kimi əbədiləşdirmişdir. Həzrət Əli bir həqiqət çarçısı, əqidə, iman və inam mücahid olmuş. Bu doğru yoldakı davasını sona qədər davam etdirmiş və bu böyük yolda şəhid olmuşdur. Həzrət Əlinin yolu haqq yoludur. Həzrət Əlinin yolu ədalət yoludur. Bu yoldan sapmağa kimsənin haqqı yoxdur. Məzlumların fəryad səsi bu gün də qulaqlarımızdadır. Məzlumların fəryadı Həzrət Əlidir. Məzlumların fəryadı Ya Əlidir. Dünyada yaşayan 1 milyard 300 milyondan artıq müsəlman qardaşlarımızın hamısı Həzrət Əliyə böyük sevgi və sayğı bəsləməkdədir. Bu sevgi haqq sevgisi, ədalət sevgisidir. Əziz və hörmətli dinləyicilərimiz, sizlərə Həzrət Əlinin və Əhl-i Beytin yolunu tövsiyə edirik. Hər iki dünyanın xoşbəxtliyini qazanmaq üçün bu fani dünyada bütün səy və fədakarlığınızı səfərbər edib çalışın. Əmin olun ki, insanlara sevgi və sayğı ilə yanaşmağınız xoşbəxtliyə doğru atılmış bir addım olacaqdır. Mədəd, ya Əli! Sağlıqla qalın, xoşbəxt olun. Sayğı və sevgilərlə Əli Polad.